Армяне, вспомните, кто вы. Великий народ, великой христианской традиции. İfadələrə fikir verin, əziz tamaşaçılar. Ermənilər, yada salın ki, siz kimsiniz? Böyük xalq, böyük xristian ənənəsi və daha neçə bu cür bəlağətli sözlər. Sonunda da Solovyov bülbül kimi cəhcəh vuraraq bildirir ki, biz Ermənistanın daxili işlərinə qarışmırıq. Lakin daha sonra əlavə edir. Ermənistanı Artsakın talihi gözləyir. А народ Армении еще принимает хоть какое-то участие в судьбе Армении? Или скоро постигнет та же участь, что постигла Арцах? Öncə ondan başlayaq ki, bu Solovyovun ilk sərsəmləməsi deyil. Samvel Karapetyan kimi erməni oliqarxlarının pulunu yeyə ermənilərə mətiyyələr qoşan Solovyov, hələ xatırlayırsınızsa 44 günlük vətən müharibəsinin ilk illərində əsl niyyətini ortaya qoymuşdu. Нет, ну это, как я понимаю, флаг не Армении, это, скорее всего, Азербайджан, я думаю. Это Азербайджан хлопает. Так что у меня написано? Почему написано, что это армянского военкомата провожают солдат, когда, извините, если я правильно понимаю, это флаг Азербайджана. Вот это. Так вы что, с ума сошли? Написано Баку, Азербайджан. Ребят, вы вообще с головой дружите? Это не ошибка, это хуже, чем ошибка. Odur ki, bu psixoloji xəstədən ədalət gözləmək sadəlövflük olar. Zaten gözləmirik də. Bu ünsür tam mənada Ermənistanın lobbiçiliyini həyata keçirir. Özü bilər, canı cəhənnəmə. Lakin bir dırnaq arası aparıcının, ona aparıcı demək də olmaz, Rusiyanın dövlət kanalı Rusiya 1-də etdiyi qələtlər, yəni heç bir əxlaqa və etik normalara sığmayan sözlər işlətməsi təəccüb doğurur. Odur ki, Solovyovun diqqətinə iki məqamı çatdıraq. Birinci məqam, Artsak yox, Qarabağ, Solovyov. İkinci məqam, Ermənistan yox, Azərbaycan ötən əsrin 90-cı illərində Qarabağı Ermənistana hədiyyə etmişdi. Başda oturan səriştəsiz rəhbərlərin xəyanəti nəticəsində. Azərbaycan isə onu 5 il öncə döyüşərək, şəhidlər verərək qaytardı. Sən ki, bunu yaxşı bilirsən, Solovyov. Yeri gəlmişkən, Ermənistan da Solovyovun sərsəmləməsinə, xüsusən də Ermənistanın hakim dairələrini birbaşa Paşinyanı təhqir etdiyinə görə rəsmi qaydada münasibət bildirdi. Hətta Rusiyaya nota da göndərdi. O ki qaldı, Solovyovun ipini əlində saxlayan Samvel Karapetyana erməni apostol kilsəsinə dəstək verən, baş nazirə qarşı etiraz hərəkatını maliyyələşdirən bu şəxs hazırda dəmir barmaqlıqlar arxasındadır.